Salam, hər bir vaxtınız xeyirli olsun. Deməyə belə bir ütü feni təmirə gətiriblər. Həm Fahrenheit sistemi var, həm Celsius sistemi var. Bu hissəsi qırılıb, bu da son aşıdır. Problem var. İndi ortanın nəticəni bir yerdə izləyək. Çıxartdıq, heç birini sındırmadıq. Bu hissədə bir işlənmiş ütü fenindən detal götürdük. Hissəli fenə şuruplarını açdıq. Setkanı çıxartdıq. Yerindən qopub, pəri qırılıb. Demək, pəri çıxartdıq. Pərimin qulağı sınıb. Burada nə var? Yüngül təmizləyici, obşir restavrasiya eləməyəcək. Olan hissə bu hissədir. Digər hissəsi yerindədir. Olan hissənin üzərinə bərpa elədik. Dərman vurmuşuq. Yakırı təmizlədik. Taxanda alt hissəsi gərək qaydada dayansın. Üzərindən yüngül vurub taxmaq lazımdır. Amma çox ustalar fenin üstündən çıxardıb, tullayıb başqa pəri qoyurlar. O düzgündür. Yakırı ortadan oynadacaq yerindən. Pəri üzərini bərpa elədik. Lift yox, hər bir şey öz yerində. Stağın üzərinə qoyduq. Demək, şunları, knopkaları hər bir şey yerinə bərpa elədik. Bu ütü feni. Fikir verin, F. İşləyir, qızır, hər bir şey öz yerində. Zaten işləyirdi. İndi diqqətlə baxsaz, Celsius dərəcə sistemi Evropeyka rejiminə keçdi. Vibrasiya yoxdur, əsmə yoxdur, üstünlük öz yerində, soyutma öz yerində, soyduruq, bu qaydada söndürük. Bu qədər, çox sağ olun, izlədiyinizə görə. Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir ütün təmirə gətiriblər, tok gəlmir və belə bir ütün, belə bir filtri var, knopkanı basırıq, üzərindən çıxır, bu təmizləmək içindir. Müştəri də indiyənəcən bilmirdi ki, belə bir şey var üzərində. İndi ortanın nəticəni bir yerdə izləyək.